Deməli, növbəti izahımız, qarşılıqlı sadə ədədlərdir. Qarşılıqlı sadə ədədlər nəyə deyilir? Ortaq vurğu olmayan ədədlərə qarşılıqlı sadə ədədlər deyilir. Məsələn, ortaq vurğu olmayan nə deməkdir? Məsəl üçün 4 və 5. 4-ün vurğuları nədir? 2 vurulsun 2 vurulsun 1 deməkdir. 5 nə deməkdir? 5 vurulsun 1 deməkdir. Ortaq vurğu var burada. 1 2-dir, 1 2, 1 də 5-dir. Ortaq vurğu sadəcə 1-dir də, başqa vurğu yox. Deməli, ortaq vurğu olmayan ədədlərə deməli qarşılıqlı sadə ədədlər deyilir. Burada ortaq vurğu yoxdur. Məsəl üçün başqa nə yaza bilərəm? 23 və deyək ki 15. 23 vurulsun 1 deməkdir. 15-dəki 3 vurulsun 5 vurulsun 1 deməkdir. Yəni ki, başqa vurğu yoxdur. 1-dən başqa vurğu yoxdur. Ortaq vurğu olmayan ədədlərə ona görə də həmişə qarşılıqlı sadə ədədlər deyilir. Qarşılıqlı sadə ədədlərin xassəsi var. Deməli, 1 ilə istənilən ədədlər qarşılıqlı sadə ədədlərdir. Baxın, yəni siz 1 ilə istənilən ədəd görsəz, bunu qarşılıqlı sadə ədəd kimi götürə bilərsiniz. 1 ilə istənilən ədəd 101. Sonra 1 ilə 4, 1 ilə 100, 1 ilə 50, baxın 1 ilə 15 və s. Yəni 1 ilə bütün ədədlər hamısı qarşılıqlı sadə ədədlər kimi qəbul olunur. Sonra ardıcıl natural ədədlər. Ardıcıl natural ədədlər deməli onlar həmişə ortaq vurğu olunur. 2 ilə 3 və yaxud da ki 18 ilə 19, 100 ilə 101, 50 ilə 51. 50 məsəl üçün vurğuları nədir? 50. 2 vurulsun 25, o da 5 vurulsun 5 deməkdir. 51 də 3 vurulsun 17 deməkdir. Ortaq vurğu baxın var, xeyr yoxdur. Yəni birində 2-dir, 2-dir, 5 və 5-dir. Birində də 3 və 17-dir. Yəni ortaq vurğu yoxdur. Ortaq vurğu yoxsa bunlar qarşılıqlı sadə ədədlərdir. Ona görə də 1 ilə istənilən ədədlər yazanda, ardıcıl natural ədədlər görəndə bunları həmişə qarşılıqlı sadə ədədlər kimi götürəcəksiniz. Sonra ardıcıl tək ədədlər. Ardıcıl deməli tək ədədlərdə həmişə qarşılıqlı sadə ədədlər sırasında gedir. Məsələn, 3 ilə 5, sonra 9 ilə 11, 15 ilə 17 tək ədədlər deyirik. Nə edə bilirik? Sonu 1, 3, 5, 7 və 9 ilə bitərsə, bu ədədlər tək ədədlər adlanır. Və tək ədədlər 2, 2 artan ədədlərdir. 2, 2 artır. 15-dirsə, digəri 17 olacaq. 23-dürsə, digəri 25 olacaq. Məsəl üçün, bir də nümunə özümü qeyd edeyim burada. Olsun, məsəl üçün 63, 2 üstə 2 gəlsək 65. Çünki 2, 2 artır ona görə. 63, 65. 65 olacaq 67. Məsəl üçün 100, 101 tək ədəddir axı. Sonra 1, 3, 5, 7, 9 da bir də tək olur. 101 digərdə olacaq nə? 103. Üstə 2 gəlsək olacaq 103. Baxın bu formada. Sonra bizdə əbobda deməli əbobu sizə keçdim, amma ərkəbə hələ keçməmişəm deyə ona görə bu qayda qalsın. Deməli, ədədin bölənləri bayaq izah vermişdim ki, sonludur. Ən kiçik ədədin bölənləri ən kiçik özünə bərabərdir. Yəni daha doğrusu ən kiçik 1-ə bərabərdir. Ən böyük isə özünə bərabərdir. Amma ədədin bölünənlərində isə artıq fərqlidir. Məsəl üçün ədədin bölənləri sonsuz çoxluqdur. Ən kiçiyi özünə bərabərdir. Ən böyüyü isə yoxdur. Çünki nəyə görə sonsuzdur? Məsəl üçün bir ədəd yazım və onun həm bölənlərini, həm də bölünənlərini qeyd edeyim. Məsəl üçün 27. 27 ədədi. 27 ədədin bölənlərinə baxaq. Birinci bölənlər dedik ki, 1-də başlayır. 1-ə böləndə 27 qalır. 3-ə böləndə 9 qalır. Başqa bölənlərdə yox. Amma 27-nin bölünənləri sonsuz sayı davam edəcək və ən kiçiyi özünə bərabərdir. Yəni 27 27-yə bölünür. Sonra 54-ə bölünür. Sonra 3-də 1 27-də gəlsək 81-ə bölünəcək. Sonra 100 deməli 108-ə bölünəcək. Sonra yəni 27 arta bax bu formada davam edir. Deməli və sonsuz çoxluqdur. Ədədin bölünənləri, bölünən deyəndə sonsuz çoxluqdur. Amma bölənləri isə sonludur. 1-də başlayır və özündə də bitir. Ədədin deməli bölünənləri isə ən kiçiyi isə özünə bərabərdir. Bu formada qeyd edirsiniz. İndi əkobı sizə izah edeyim. Əkob nədir? Əkob A və B natural ədədlərinin hər ikisindən bölünən ən kiçik natural ədədə A və B natural ədədlərinin əkobu deyilir. Və əkob AB kimi işarə olunur.
Mesela 2 ədəd əkobunu tapmağı öyrədim sizə. 2 ədəd əkobu necə tapılır? Mesela 32 və 25. 16 və 28-dən başlayaq birinci. 20 və 32. Sonra 25 və 27 formada yazaq. 16, 18, 28-in əkobunu tapaq. 16-nı sadə vurğulara ayıraq və 28-də sadə vurğulara ayıraq. 16 2-yə bölünür 8 qalır. 2-yə bölünür 4 qalır. 2-yə bölünür 2 qalır. 2-yə bölünür 1 qalır. 28 2-yə bölünür 14 qalır. 2-yə bölünür 7 qalır. 7-yə bölünür 1 qalır. Daha sonra deməli əkobu tapanda dedik ki, ortaqları işarə edirik. Ortaqları işarə edirik. Baxın, ortaqlardan neçə dənə 2 burada da var, burada da var. Deməli, ortaqlardan bir dənə qeyd edirsiniz. 2 burada da var, burada da var. Ortaqlardan bir dənə yazırsınız. Geridə hansı ədədlər qalır? 2, 2 və 7. Deməli, yazarsınız 2, 2 və 7. Əkobda həmişə belə tapırsınız. Ortaq vurğulardan sadəcə bir dənə qeyd edirsiniz və geri qalanları da götürəcəksiniz. 2 dəfə 2 4, 2 dəfə 2 4, vurulsun 7, 4 dəfə 4, 16 vurulsun 7. 7 dəfə 6-dan 42, 7, 7 1, 7, 4, 7, 11. 112 bizim cavabımız olacaq. Sonra 20. 20-ni sadə vurğulara ayıraq. 20 deməli cüt ədəddir. 2-yə bölünür. Deməli 10 qalır. 2-yə bölünür 5 qalır. 5 də 5-ə bölünür 1 qalır. 32 deməli 2-yə bölünür 16 qalır. 2-yə bölünür 8 qalır. 2-yə bölünür 4 qalır. 2-yə bölünür 2, 2-yə bölünür 1 qalır. Deməli, ortaqlara seçirik. 2 burada da var, burada da var. Bir dənə qeyd edirsiniz. 2 burada da var, burada da var. Bir dənə qeyd edirsiniz. Başqa 2 yoxdur ki. Geridə hansı ədədlər qalır? 5 qalır geri. Və bu geriyə qalan ədədləri də qeyd edəcəksiniz. 2 vur, 2 vur, 2. Bu həmin bu 2-ləri deyirəm. 2-ni 2-yə vuranda 4, 4 dəfə 5-ə 20. 3 dənə 2-ni də bir-birinə vuranda necə 8. 8 2-yə vuranda 160. 160. 25 ilə 27. 25 ilə 27 uşaqlar ardıcıl tək natural ədədlərdir. 25 və 27. Ardıcıl tək natural ədədlərin əkobu həmişə olan hadisindən bərabər olur. Niyə görə? Deyəcəm indi 5 vurulsun 5. 25 nə deməkdir? 5 vurul 5 deməkdir. 27 də 9 vurulsun 3 deməkdir. 9-u da 3 vurulsun 3 kimi parçalamalıyıq mütləq. Deməli, baxın burada ortaq vurğu var. Çünki əkobda biz tapanda biz ortaq vurğularımız da olurdu da. Amma ortaq vurğu görürsünüz ki, yoxdur burada. Burada 5, 5'dir. Burada da hamısı 3'dür. Ardıcıl natural ədədlərdə həmişə yadda saxlayın ki, ardıcıl natural ədədlərin əkobu həmişə onların hadisindən bərabərdir. Burada qeyd eləmişəm. A və B qarşılıqlı sadə ədədlərdirsə, yəni qarşılıqlı sadə ədədlər nə deməkdir? Onların ortaq vurğu olunur. Əgər ortaq vurğu yoxdursa, onların əkobu onların hadisindən əbubu tapmaq lazım olsa, əbubu da 1-ə bərabərdir. Deməli, əgər verilən ədədlər A və B ədədləri qarşılıqlı sadə ədədlərdirsə, onların əkobu onların hadisindən, əbubu isə 1-ə bərabərdir. Əbubu nəyə görə 1-ə bərabərdir? Baxın, bu nəyə görə 1-ə bərabərdir? Bu 5 vur 5 vur 1 deməkdir. Bu da 3 vur 3 vur 3 vur 3 bu da 1 vurulsun 1 deməkdir. Deməli, əkob nə dedik? Ortaq vurğuları götürməli idi və bir də geriyə qalanların hasili. O geriyə qalanların hasili biri 25-dir, biri 27-dir. Yəni 25 ilə 27-i bir-birinə vuracaqsın. Əbobda isə sadəcə ortaq vurğuları biz götürməliyik. Yəni 1. Buna görə də əbobda qarşılıqlı sadə ədədlər əkobu 1-ə, əbubu isə onların hadisindən bərabərdir. Bu formada yadda saxlayırsınız. Sonra ikinci bəzi düsturlarımızı deyək. Deməli, əkob AB vurulsun əbub AB bərabərdir A vurulsun B-dir. Bu şablon düsturdur, bunu əzbərləmək lazımdır. Sonra A ədədi B-nin bölənidirsə, əgər bizə deyilir ki, A ədədi B-nin bölənidirsə, bölən nə deməkdir? Bölən həmişə ikinci gəlir, bölünən birinci gəlir də. Əgər A ədədi B-nin böləni olarsa və yaxud da ki, belə də deyə bilər, B ədədi A-nın bölənidir. B ədədi A-nın bölənidirsə, yəni B A-nın böləni sayılır da, bölən, yəni ikinci gəlməlidir. Onda A ədədi B-nin bölənidirsə, yəni bu formaya uyğun yazsaq, demək, əkobumuz həmişə böyük olan ədədə, yəni B-yə, əbubumuz isə kiçik A-ya bərabərdir. Baxın burada. Bu şablon düsturdur, bunu əzbərləməlisiniz, əzbər bilməlisiniz. Deməli, A ədədi B-nin bölənidirsə, əkobumuz B-yə, yəni böyük olan hansıdır burada? B A-dan böyükdür də.
Bir adam böyükdür axı, ona görə əbumuz, çoxumuz həmişə böyük olandan, əbumuz isə kiçik olanla bərabərdir. Və yaxud da ki, belə də verə bilər. Deyər ki, B ədədi A-nın bölənidir. Və yaxud burada dedik ki, A ədədi B-nin bölənidir. İndi burada məsəl üçün deyər ki, B ədədi A-nın bölənidir. Bölən deyəni tez, yəni bölən ikinci yerə dayanır. Onda bunun əkobu ABC. Dedik ki, böyük olana bərabər olacaq, yəni A-ya, əbumuz isə B-yə bərabər olacaq. Əbumuz isə B-yə bərabər olacaq, yəni kiçiyə. Sonra əbab və küp haqqında bu qədər. İndi bəzi sual nümunələrinə baxaq. Baxın, burada 16, 24 verilib. Bunların yəni əkobu tapaq. Məsələn, 16 ilə 24-ə əkob tapaq. 16 cüt ədəddir, 2 bölünür 8 qalır. Cüt ədəddir, 2 bölünür 4 qalır. Cüt ədəddir, 2 bölünür 2 qalır. 2 cüt ədəddir, 2 bölünür 1 qalır. 24 cüt ədəddir, 2 bölünür 12 qalır. Cüt ədəddir, 2 bölünür 6 qalır. 2 bölünür 3, 3'e bölünür 1 qalır. Deməli, ortaq nöqtamız nədir? 2 burada da var, burada da var. 2 burada var, burada var. 2 burada var, burada var. Əkoblarda dedik ki, ortaq vuruqları götürürsünüz və yaxud da ki, belə də yaza bilərsiniz. Böyük ədədimiz hansıdır? 24. 24'ü vurasınız nəyə? Bu 24'də olmayan vuruq hansıdır? Yəni 2'də də. Daha burada əlavə bir 2'miz yoxdur, axı bir 3'dür. Amma 2'miz yoxdur. Deməli 24'də olmayan vuruğu böyük ədədə götürüb kiçik ədədə vurmaqla siz əkobu tapmış olarsınız. O cavabımız 48. Sonra o 7 ilə, baxın 7 ilə 8 ardıcıl gəlib. Ardıcıl gəlibsə bunlar qarşılıqlı sad ədədlərdir. Qarşılıqlı sad ədədlərin əkobu onların hasilinə bərabərdir. Yəni 56'ya. Sonra məsələn 45 ilə 60'ın əkobunu tapaq. 3'e bölünür 15 qalır. 3'e bölünür 5 qalır. 5 də 5'e bölünür 1 qalır. 60 2'ye bölünür 30 qalır. 2'ye bölünür 15 qalır. 3'e bölünür 5 qalır. 5 də 5'e bölünür 1 qalır. Baxın, deməli burada 3 var. Daha doğrusu 5 var, 5 var. Burada 3 var, 3 var. Bu ədədimiz hansıdır? 60'dır. 60'ı sadə vurdular. 60'ı vuracaqsınız nəyə? 60'da olmayan vuruq hansıdır? Bir dənə bu 3'dür. Məsələn, 60'ı vurası 3'e 180. Bu da sizin əkobunuz. Sonra digərlərdə yenə qayda ilə tapırsınız. Sadə və kök və bölməsi sadədir. İndi bölünmə əlamətlərinin izahını verim sizə. Bölünmə əlamətləri. Bölünmə əlamətlərinin deməli 2 bölünmə qaydası. 2 bölünmə qaydası sonu, ədədin sonu 0, 2, 4, 6 və 8 ilə bitərsə, bu ədədlər 2'ye bölünür hökmən. Ədədin sonu 0, 2, 4, 6 və 8 ilə bitərsə, bu ədədlər 2'ye bölünür. Məsəl üçün 22, 36, 108, sona baxın 2, 6 və 8 ilə bitir. Sonra 3'e bölünmə qaydası. 3'e bölünmə qaydası. Rəqəmlər, ədədin rəqəmləri cəmi, ədədin rəqəmləri cəmi 3'e bölünürsə, ədəd 3'e bölünür. Ədədin rəqəmləri cəmi 3'e bölünürsə, ədəd 3'e bölünəcək. Məsəl üçün 12, 20, 18, 25. Sizə belə bir ədəd verilir. Ədədimizi oxuyaq. 12 milyon 201 min 825. Şimdi bu ədəd 3'e bölünür ya yox. Siz bu rəqəmləri cəmləməlisiniz. 1 üstəgəl 2, üstəgəl 2, üstəgəl 0, üstəgəl 1, üstəgəl 8, üstəgəl 2, üstəgəl 5. 2 üstəgəl 3, 3, 2, 5, 6, 8 üstəgəl 6, 14, 14 üstəgəl 2, 16, 16 üstəgəl 5, 21. Görürsünüz ki, bəli, 21 3'e bölünür. Əgər 21 3'e bölünürsə, bu ədəd də 3'e bölünəcək. 2'ye bölünmə qaydası ədədin sonunu 0, 2, 4, 6, 8 ilə bitərsə, bu ədədlər 2'ye bölünür. 3'e bölünmə qaydası ədədin rəqəmləri cəmi 3'e bölünürsə, bu ədədlər 3'e bölünəcək. Sonra 2'ye 3'e bölünməlidir dedik. 4'e bölünməyə baxaq. 4'e bölünmədə ədədin son 2 rəqəmi. Son 2 rəqəmi ədədin son 2 rəqəmi və yaxud da ki, son 2 rəqəmdə 0 varsa, ədəd 4'e bölünür. Ədədin son 2 rəqəminə baxılır. Əgər ədədin son 2 rəqəmi
4'e bölünürsə və ya son 2 rəqəmi 2 sıfırla bitirsə, bu ədəd 4'e bölünür. Deməli, məsələn, 26, 16. Baxın, 2616 dedi. Baxın, 2616 dedində son 2 rəqəmi nədir? Dəqiqə. Son 2 rəqəmi 16 ilə bitir. Əgər 16 4'e bölünürsə, demək ki, 16'nı siz 4'e böləsiniz. Əgər bu ifadə 4'e bölünürsə ki, bölünür, deməli sizin bu ədədiniz də 4'e bölünəcək. Və yaxud da ki, 26 0 0. Əgər verilmiş ədədin son 2 rəqəmi 2 sıfırla bitirsə, bu ədəd 4'e bölünəcək. Məsəl üçün olsun 45, 60, 18 yox 20 olsun. Baxın, belə bir ədəd verilir. Bu ədədin son 2 rəqəminə baxırsınız, 4'e bölünmədə son 2 rəqəminə baxırsınız. Və yaxud da ki, 45, 60, 0 0 0 bu formada verilə bilər. Son 2 rəqəmində hökmən 2 0 varsa, bu ədəd 4'e bölünəcək. Və yaxud da ki, 20 əgər 4'e bölünürsə, bu ədəd 4'e bölünəcək. Sonra 5'e bölünmə qaydası. 5'e bölünmə qaydası. Ədədin sonu 5'e bölünmədə ədədin sonu 0 və ya 5 ilə bitərsə, bu ədədlər 5'e bölünəcək. Məsələn, 50, 55, 70, 71, 105, 100, 180, 185. Baxın, bir ədədin sonuna siz 0 və 5 artırmaqla bu ədəd deməli hökmən 5'e və 5'e bölünəcək. Sonunda 0 və 5 ilə bitirsə, bu ədədlər 5'e bölünəcək. Sonra 6'ya bölünmə qaydası. 6'ya bölünmədə həm 2'yə, həm də 3'ə bölünmə qaydası olmalıdır. 2'yə bölünmə necədir? Rəqəmlərin sonu 0, 2, 4, 6, 8 ilə bitməlidir. Rəqəm 3'də isə rəqəmləri cəmi. Deməli, 6'ya bölünmədə ədədin sonu 0, 2, 4, 6, 8 ilə bitirsə, bu ədədlər 2'yə bölünürsə, deməli, hər 2 bölünməli bir əlamət ödənməlidir də. 6'ya bölünmədə hər 2 bölünmə ödənməlidir. 3'ə bölünmədə ödənməlidir. Yəni rəqəmləri cəmi 3'ə bölünürsə, ədəd 3'ə bölünəcək. Demək ki, əgər hər 2 şərtlənirsə, bu ədədimiz 6'ya bölünəcək. Sonra 6'ya Sonra 8'e bölünmə qaydası. 8'e bölünmə qaydası ədədin son 3 rəqəminə baxılır. Son 3 rəqəminə baxılır. 4'e bölünmədə necə son 2 rəqəminə baxılır və ya son 2 rəqəmi 0 bitirdi. 8'e bölünmədə də son 3 rəqəmə baxılır, son 3 rəqəmə baxılır. Və ya son 3 rəqəmi də 3 dənə 0'la bitməlidir. Məsəl üçün 18, 120, baxaq görək. 18.120 görək 8'e bölünürmü? Əgər bu formada verilsəydi, 3 dənə 0 var idisə, hökmən bölünəcəkdi. Çünki 3 dənə 0 olanda da dedik ki, bölünür. Yəni 18.120'ni biz 8'e bölünüb bölünmədiyini yoxlamaq istəyirik. Biri var ki, 18.120'ni biz 8'e bölək. Bir də var ki, sadəcə 120'ni 8'e bölək. 128'e bölünürmü? 40. Bəli, bölünür. Əgər bölünürsə, demək ki, bu ifadəmiz bizim 8'e bölünəcək. Sonra 8'ə 9'a bölünmə qaydası. 9'a bölünmə qaydasında ədədin rəqəmləri cəmi. Ədədin rəqəmləri cəmi 9'a bölünürsə, bu ədəd 9'a bölünəcək. Məsələn, məsəl üçün 18, 27, məsəl üçün olsun 18 bir daha yazaq, 45 bir daha yazaq. Baxaq görə rəqəmimiz necə rəqəmdir? 18.271.845. Bu ədəd deyir 9'a bölünür ya bölünmür. 9'a bölünmə qaydasında deməli rəqəmləri cəmi götürməliyik. 8 üstəgəl 1 9, üstəgəl 2 11, 11 üstəgəlsin 7, 18, üstəgəl 1 19, 19 üstəgəl 8, bir də 4 üstə 5 gələn 9 edir. 9 üstəgəlsin 8 nə edəcək? 17, 17 üstəgəlsin 19, 36. 36. 36 görürsünüz ki, 9'a bölünür, yəni 4 qalır. 36'nı 9'a böləndə 4 qalır. Deməli 4 qalır. Deməli, o zaman bu ifadəmiz də bu ədədimiz bizim 9'a bölünəcək. Və 9'a bölünmə qaydası da 3'ə bölünmə qaydasında yoxlardır. Yəni hər ikisində də rəqəmlər cəminə baxılır. Sadəcə olaraq bir fərqi var ki, burada 9'a bölünən bütün ədədlər 3'ə bölünəcək. 9'a bölünən bütün ədədlər 9'a bölünən bütün ədədlər 3'ə bölünür. Bu qaydanı da qeyd edin. Amma 3'ə bölünən bütün ədədlər 9'a bölünə bilər, bölünməyə də bilər. Deməli, 9'a bölünən bütün ədədlər 3'ə bölünəcək. Hökmən bölünür. 9'a bölünən bütün ədədlər 3'ə bölünəcək. Amma 3'ə bölünən ədədlər
9'a bölünə bilər, bölünməyə də bilər. Bu nə deməkdir? Məsələn, 3'ə bölünən ədədləri göstərək. 15, 15 3'ə bölünür. 18 3'ə bölünür. Məsələn, 6 da 3'ə bölünür, düzdürmü? 15 3'ə böləndə 5 qalır. 18 3'ə böləndə 6, 6 da 3'ə böləndə 2 qalır. Amma görək ki, bunlar 9'a bölünürmü? 15 9'a bölünmür. 18 9'a bölünür. 6 da 9'a bölünmür. Baxın, 6 bölü 9 bölünmür. Deməli, 9'a bölünmə qaydası necə oldu? Deməli, rəqəmlərə cəmi, rəqəmlərə cəmi 9'a bölünürsə və ədəd 9'a bölünür. İkinci bir qeydimiz də oldu ki, 9'a bölünən istənilən bir ədəd 3'ə bölünəcək. Amma 3'ə bölünən ədədlərin hamısı 9'a bölünə də bilər, bölünməyə də bilər. Yəni bəzən olur ki, suallara düşür ki, 3'ə bölünən bütün ədədlər 9'a bölünür. Xeyr, səhvdir. O qayda səhvdir, yəni bölünmür. Bölünə də bilər, bölünməyə də bilər. Ona bölünmə qaydası. Ona bölünmə qaydasında ədədin sonu 0'la bitirsə, bu ədəd 10'a bölünür. Yəni məsəl üçün 120, məsəl üçün 100, 440, 180, məsəl üçün 480, 240 və s. Yəni ədədin sonu 0'la bitirsə, bu ədəd hökmən 10'a bölünəcək. Sonra 12 bölünmə qaydası. 3'ə və 4'ə bölünən ədədlərin hamısı 12'ə bölünür. Həm 3'ə bölünmə, həm də 4'ə bölünmə qaydası ödənməlidir ki, bu ədəd 12'ə bölünsün mütləq. 3'ə bölünmə qaydası necə idi? Rəqəmlərə cəmi, 4'ə bölünmə qaydasında da ədədin sonu 2 0'la bitməlidir. Və yaxud da ki, son 2 rəqəmi biz 4'ə bölürük. Əgər ədəd 4'ə, son 2 rəqəmi 4'ə bölünürsə, ədədimiz 4'ə bölünəcək. Sonra 12 də dedik, 15'ə bölünmə qaydası 3'ə və 5'ə bölünən ədədlər 15'ə bölünür. 5'ə bölünmə qaydası necə idi? Dedik ki, sonu 0'la bitirsə, ədədimiz 5'ə bölünür. 3'ə bölünmə qaydası yenə təkrarlayıram. Rəqəmlərə cəmi 3'ə bölünür, rəqəmlərə cəmi 3'ə bölünürsə, bu ədəd 3'ə bölünəcək. Sonra deməli, başqa görək hansı bölünmə, hamısını demək olar ki, dedim mən. Sonra bir də qayda olaraq qeyd edin ki, 1 nə sadə ədəddir, nə sadə, nə də mürəkkəb ədəddir. Nə də mürəkkəb ədəddir. Bir nə sadə ədəd kimi götürülür, nə mürəkkəb ədəd kimi götürülür. Ona görə də ən kiçik sadə ədədimiz bizim nədir? 2'dir. 2 ən kiçik sadə həmçinin cüt ədəddir. Ən kiçik sadə və cüt ədəddir. 2. Başqa qeydlərimiz qalmadı, fikirləşirəm ki, qeydlərimiz yoxdur deməyə. Nə lazım idisə hamısını da dedim. Bu qədər, yəni ədədi bölən və bölünənlərlə bağlı qeydlərimizin hamısını qeyd elədim. Yəni bunların hamısını oxusaz, bu bölməni tamamilə dərk edəcəksiniz. Tam ətraflı başa düşəcəksiniz bu bölməni.